Birinci növbədə gəlin burada verilmiş məsələyə nəzər yetirək. Burada biz göründüyü kimi baxın bu hissədə 8-ci suala baxırıq. Burada da sxem verib bizə. Deyir ki, sxemdə verilmiş A, B, C nöqtələrinin, bax A nöqtəsi burada, B nöqtəsi burada verilmişdir. C nöqtəsi isə bu hissədə verilmişdir. Nöqtələrinin deyir, mütləq hündürlüklərini aşağıdakı diaqramlardan hansına uyğun gəlir? Variantlarda da diaqramlar verilib. Bunlar hündürlükləri göstərir. Yəni, məsələn, 300 metr, 200 metr, 100 metr. İndi biz bəs bu hündürlükləri necə tapacağıq? Və burada mötərizənin içində bizə deyir ki, nəzərə alın ki, T nöqtəsində atmosfer təzyiqi 720 mm civə sütunudur. İndi gəlin baxaq. Biz əlimizdə olan yeganə məlumat budur və bundan istifadə etməliyik. Yəni, hər bir məsələdə bir açar nöqtə var. O açar nöqtəni tapmalıyıq. Biz açar nöqtə burada bir bu veriləndir, bir də şəkildir. Baxın, burada şəkildə okean sözü yazılıb. Okean. Əgər bir sxemdə okean, dəniz sözü yazılıbsa, onun xəttinin üstü ilə gedən ilk horizontalımızda yadınızda saxlayın. Horizontalın hündürlüyü 0 metr olur. Təzyiq isə normal atmosfer təzyiqi olur. Yəni 760 mm civə sütunu olur. Deməli, dəniz sözü və ya okean sözünü görəndə ilk horizontal, yəni o dənizin kənarı ilə gedən horizontalın hündürlüyü avtomatik 0 metr olur. Normal atmosfer təzyiqi olur. Coğrafiyada normal atmosfer təzyiqi 760 mm civə sütunu hesab olunur. 760. Bu normaldır. Bundan az da ola bilər, çox da ola bilər. Baxın, hündürlüyə qalxdıqca təzyiq azalır. Bunun bir qanuna uyğunluğu var idi ki, hər 10 metr hündürlüyə qalxanda təzyiq 1 millimetr civə sütunu aşağı düşür. Hər 10 metrdə. Deməli, onda 100 metrdə 10, 1000 metrdə isə 100 millimetr təzyiq azalar. Yuxarı qalxdıqca. Yəni, dağın ətəyindən elə bil ki, zirvəsinə doğru hərəkət etdikcə də belə deyək. Baxaq, burada bizə bir T nöqtəsi verib və T nöqtəsində də təzyiq nə qədərdir? 720 millimetr civə sütunudur. Gəlin görək, dəniz səviyyəsi ilə T nöqtəsi arasında nə qədər təzyiq fərqi var. Burada görürük ki, 40 millimetr civə sütunu fərq var imiş. Deməli, 40 metr o deməkdir ki, yəni, baxın, buradan indi belə bir tənasıb qura bilərik də. 1 millimetr dəyişməsi üçün 10 metr lazımdır və sonda 40 millimetr dəyişməsi üçün, millimetr civə sütunu dəyişməsi üçün neçə metr lazımdır? X metr. X-i tapsaq, buradan X bərabərdir 400 metr edir. Deməli, bu birinci nöqtədən, yəni dəniz səviyyəsindən T nöqtəsinə qədər 400 metr məsafə var. Artıq biz burada boşluqların sayını tapıb 400-ə bölüb kəsmə hündürlüyü tapa bilərik. 1 boşluq, 2 boşluq, 3, 4 dənə boşluq var. 400 bölünsün 4 bərabərdir 100 metr. Deməli, burada hər bir horizontalın üzərinə qalxdıqca 100 artıracağıq. Baxın, bura 0 idi, qalxdıq A nöqtəsi buradadır. Deməli, A horizontalı olur 100 metrdə. Bura olur 200, C olur 300, B də olur 300 metr. Deməli, B horizontalı 300 metr, C horizontalı 300 metr olur. İndi burada sxemə baxaq. A horizontalı, baxın, 100 metr, C horizontalı və B horizontalı isə 300 metr. Deməli, doğru cavabımız C variantı hesab olunur.